fikir vermisən? Biz yaşamırıq, izləyirik. İç Səsim seriyasından salamlar. Son zamanlarda eşitdiyim bir cümlə mənə çox təsir eləyir. Biz bəlkə də tarixdəki yeganə nəslik ki, öz həyatını yaşamaq yerinə başqalarının həyatını izləyərək ömür keçiririk. Günümüzün çox hissəsi sosial platformalarda keçir. Orada bir qəlib görürük və bu qəlbə bənzəmədiyimizi fərq eləyirik. Kimimiz o mükəmməl bədəni, kimimiz o mükəmməl həyatı, kimimiz o mükəmməl münasibəti olmadığı üçün özünü yetərsiz hiss eləyir. Gəlin etiraf eləyək, çoxumuz bu hissi 2025-də yaşamışıq. Amma bir şeyi unuduruq. Sosial mediada bizə göstərilən həyatların çoxu bir nəticədir. Onun arxasında yatan yorğunluq, qorxu, gecikmələr bizə göstərilmir. Bu saniyə sahib olmadığın həyat gələcəkdə də buna sahib olmayacağın mənasına gəlmir. Sən sadəcə 20'li yaşlarındasan. Əksinə, gerçəkləşdirə biləcəyin xəyalların var. Xəyalların varsa, bil ki, onların yolu da var. Amma etiraf etməliyəmsə, mən də bu hisslə tez-tez üzləşirəm. Hər gün səyahət eləmək istəyirəm, amma 9-dan 6-ya qədər işləyirəm. Bu mənim çatmaq istədiyim digər xəyalım üçün bir zəmindir. Və bəzən xəyallarımıza çatmaq üçün kəl-kötür yollardan keçməli oluruq. Bu sadəcə sizə yox, mənim özümə də bir xatırlatmadır. Bizi yoran izləməkdir, həyatımızı yaşamaq yox. Gəlin həyatımızı doya-doya yaşayaq. Gələn görüşlərdə görüşərik.